Salam, kanalımızda hər kəsi xoş gördük. Bugünkü videomda dadı dillər əzbəri olan qozlu Soçi paxlavası hazırlayıram. Buna Soçinski pirog da deyilir. Sizin üçün maraqlıdırsa videomuzu sona qədər izləyin. Bizə lazım olan ərzaqların miqdarını videonun açıqlama bölümündə qeyd edəcəm. Xəmiri hazırlamaq üçün geniş bir qabın içərisinə 600 qram unu tökürəm və bunun içərisinə 1 çimdik duz və 1 paket isə qabartmanı əlavə edirəm. Bunları biraz qarışdırıram. Daha sonra isə 250 qram soyuq kərə yağını sürtkeçdən keçirdirəm. Kərə yağını başqa yağla da əvəz etmək olar. Yağı bu cürə törkadan keçirtdim və unla birlikdə əlimlə yaxşı ovacam. Əvvəlcədən mən 4 ədəd yumurtanı ağını sarısından ayırmışam. İndi isə ovmamız artıq hazırdır. Yumurtaların sarısını əlavə edirəm ovmamızın üzərinə və 250 qram smetanı əlavə edib xəmirimizi yoğururuq. Burada dur vereceğim. Al. Görsen bak. Üstüne koyduk. Xəmir verdim də sənə. Al. Oyna. Doğru. Attık. Çox da yoğurmağa ehtiyac olmur. Biraz yoğuran kimi xəmirimiz artıq alınır və taxtanın üzərində də biraz yuvarlayacağım. Sonra isə 3 hissəyə ayıracağım xəmirimizi. Dəyərli izləyicilər, kanalımıza dəstək üçün abunə olub yorum yazmağı unutmayın. Hər birinizə öncədən təşəkkür edirəm. Balaca nəvəmiz də öz əl işini sizinlə, dəyərli izləyicilər, paylaşmaq istəyir. Onu da qeyd etmək istəyirəm ki, bu paxlavanı tək qozla yox, kakosla da hazırlamaq olar, badamla, fındıqla da hazırlamaq olar. Ancaq ən ləzzətli, dadlı olanı qozlu işi ilə hazırlanan formasıdır. Mən kündələrin ikisini böyük götürdüm, birini isə xırda ölçü ilə götürürəm. Ölçülərin qədərini mən açıqlama bölümündə qeyd edəcəm. Bunların üzərini streçləyib soyuducuya qoyacağım. 1 saat qalsın. Əgər sizin vaxtınız varsa 2 saat da saxlaya bilərsiniz. Mən ona qədər içliyi hazırlayacağım. İçliyi üçün mən 400 qram qoz götürmüşəm. Bu paxlava üçün qozu 2 üsulla xırdalamaq olar. Birincisi mərdanə ilə əzməkdir, ikincisi isə bıçaqla doğramaqdır. Sizin üçün necə asandırsa o formada edin. Mən biraz mərdanə ilə əzəcəm, sonra isə biraz da bıçaqla xırdalayacağım iri qalanları. Blenderda və yaxud da qoz çəkən maşınında çəksəniz, qoz əziləcək. Və bildiyimiz kimi bu paxlavanın içliyindəki qoz biraz diri qalmalıdır, yəni də onu hiss etmək lazımdır. Dörd yumurtanın ağını, sarısını xəmirə əlavə etmişdik, ağını isə bərk bezi alınana qədər çalıram. Mikseri dayandırmadan köpük tam bərkiyənə qədər çalmaq lazımdır. Və görürük ki, artıq bezimiz alındı. Üzərinə 2 stəkan şəkər tozunu hissə tökürəm və yenə də çalıram. Tam bitəndən sonra mikseri çıxardıram. İndi isə üzərinə doğradığım qozu əlavə edirəm və qarışdırıram. Qozla bezini bir-biri ilə yaxşı qarışdırırıq və mən bura 1 ədəd də vanil əlavə edirəm. Yəni vacib deyil, vanil qatmaya da bilərsiniz. Artıq 1 saat keçdi. Mən xəmirimi soyuducudan çıxartdım və xırda ölçüdə olan kündəmi yayacağam. Yaydıqdan sonra sobada 5-6 dəqiqə bişirəcəm. Bunu əvvəlcədən bişirməmək də olar. Yəni xəmiri çiy formada yayıb paxlavanın orta hissəsinə yerləşdirsəniz də yəni mümkündür. Ancaq
Bu formada edəndə inanın ki, paxlavanız çox qəşəng alınır, orta qatı da çox gözəl bişir. Orta hissəsindəki xəmirinizin çiy qalma ehtimalı mümkün deyil. Mən qoydum bişməyə, 5-6 dəqiqədən sonra xəmirimi çıxardacağam. Ona qədər 2 böyük kündənin birincisini yayıram. Bu paxlavamızın alt qatı olacaqdır. Çox naziltmirəm. Hansı qabda bişirirəmsə, onun ölçüsündə açıram xəmiri. Və sobada bişirdiyim xəmir artıq hazırdır. Bu mənim olacaq. Paxlavamın orta hissəsinə qoyduğum qatı. Qabımın içərisinə yağlı kağız yerləşdirmişəm və onun üzərindən isə açdığım xəmiri yerləşdirirəm və əlimlə də kənarlarını tam bağlasın deyən biraz da üzərindən formaya salıram. İçliyi 2 hissəyə böldüm. İndi isə xəmirin üzərinə hər tərəfinə eyni bərabər olmaqla yayıram. Və sonra isə bişirdiyim yuxanı üzərindən əlimlə də basıram, içliyin üzərinə yerləşdirirəm. Daha sonra qabımın içərisində qalan içliyin hamısını əlavə edirəm yuxanın üzərinə. Və üçüncü açdığım yuxanı paxlavanın üzərinə yerləşdirirəm. Əlimlə hər yerini basıram və bu cürə edirəm ki, paxlavamızın orta hissələrində boşluqlar qalmasın. Və bir bıçaq vasitəsilə də kənarlarını, xəmirlərin gördüyünüz kimi içəriyə doğru bıçaqla səliqəyə salıram və xəmir çox qabarıb şişməsin. Videonu çox kəsmədim ki, sizin üçün hər şeyi aydın göstərə bilim. Paxlavanın kənarlarını isə bir balaca kəsirəm. Bişəndən sonra paxlavamızın kənarları səliqəli olsun. İstədiyiniz formada kəsə bilərsiniz, 3 bucaq formasında da kəsə bilərsiniz və yaxud da ki, məni kimi 4 bucaq formasında. Mən biraz paxlavaları iri ölçüdə götürdüm. Üzərinə isə 2 yumurtanın sarısını və 1 yemək qaşığı duru yağı qatmışdım əvvəlcədən. Paxlavaların üzərinə yumurtalı qarışımı yaxşıca sürtürəm və qozla bəzəyirəm. Gördüyünüz kimi artıq bişməyə hazırdır paxlavalarımız. Əvvəlcədən isitdiyim 170 dərəcə istilikdə sobamda 50-55 dəqiqə bişirəcəm. Onu da qeyd edim ki, ventilyasiya rejimini birləşdirmirik, sadə rejimi ilə bişiririk. Artıq paxlavalarımız bişdi. Xına kimi qıpqırmızı qızarıb. İnanın ki, ətri bütün hər yeri bürüyüb. Mən bişəndə orta hissədə bişirdim. Altı, üstü eyni vaxtda qızardı. Yəni sizin paxlavalarınızın altı tam qızarmayıbsa, sobada alt hissəsini qoyun, yenidən qızarsın. Kənarlarını çıxardıram. Çünki əvvəlcədən kəsmişdim onları mən. Dəyərli izləyicilər, məncə artıq sözə ehtiyac yoxdur. Paxlavalarımız möhtəşəm alınıb. Siz də hazırlayın bizim reseptlərimizlə və sizin yorumlarınızı gözləyirik. Əminəm ki, əgər bu reseptimizlə hazırlasanız, çox gözəl alınacaq paxlavalarınız və bizə də təşəkkür edəcəksiniz. Biraz paxlavaların soymağını gözlədim və digər qaba yığıram. Əzmədən ehtiyatla. Əgər videomuzu bəyəndinizsə, kanalımıza abunə olub, yorum yazıb, like etməyi unutmayın. Kanalımızın böyüməsi üçün sizin dəstəklərinizi gözləyirik, dəyərli izləyicilər. Göz haqqınızı halal edin. İnşallah növbəti videolarımızda görüşənədək salamat qalın, Allaha əmanət olun.